Rıfonun ikinci baxaq bir neçə AYQ suallarına. Nə deyir? Bütün 2 rəqəmli natural ədədlərin cəmi hansı rəqəmlə bitir? Aha, deməli baxaq həllinə. Ümumiyyətcə 2 rəqəmli ədədlərin cəmi düsturu yəni ümumiyyətcə ədədlərin cəmi düsturu n vuraq n plus 1-in yarısıdır. 99 daxili hesablasaq, 99 vurulsun 100 bölünsün 2-dir. 100 ilə 2-ni ixtisara aparsaq 50 ilə 1 qaldı və nə alındı? 4950 alındı. Ancaq bizə nə deyir? 2 rəqəmli natural ədəd deyir. Ona görə 1-dən 9-a qədər olan ədədlərin üzr istəyirəm. 1-dən 9-a qədər olan ədədlərin cəmini çıxacam. 9 vurulsun 10-un yarısı 45. Çıxsanız zaten 10-dan 5-i 5 ilə bitir. Davamını heç gərək yox. Cavabımız E. 12. Əbub AB, A plus B, A minus B 7. Bunu verib. A plus B 11K, A minus B 5K idi mi? Bəli. Təbii ki, tənliklər sistemi. B'lər getdi. 2A 16K, A 8K, B 3K. Bunlar qarşılıqlı sadədir. K ilə də olmalıdır ki, 7 əbob çıxsın. Deməli, elə K'mız 7-dir. K 7-dirsə A 56, B 21 çıxır. Həqiqətən də əbobları 7-dir. A-nın qiymətini soruşur. Cavab 56. 11E, 12A aldıq. Bunların həlləri.